Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, təbii ki, təhsil sahəsi bütün ölkədə hər bir vətəndaşın bağlı olduğu bir sahədir və ölkə prezidentinin də bu sahəyə xüsusi diqqət ayırdığını biz dəfələrlə qanunvericilikdə bu dəyişikliklərdə müşahidə edirik və çalışır ki, təhsil müasir dünyanın təhsil standartlarına yaxınlaşsın. Və bu baxımdan da bu cür qanun layihələri hesab edirəm ki, çox əhatəli və diqqətlə müzakirə olunmalıdır. Burada qanunun fəlsəfəsində bir sual ortaya çıxır ki, müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllimi axtarmalıdır. Və yaxşı müəllimi axtarmaq üçün biz onun qarşısına bir problem qoyuruq. İşə qəbul üçün pul ödəməlisən. Bu dövlət büdcəsinə qənaət başqa sahələrdə daha çox rahat həll oluna bilər və daha böyük gəlir gətirə bilər. Mən iqtisadi əsaslandırmasını bilmirəm, burada da yazılmadığına görə bir şey söyləyə bilmərəm. Amma burada nə qədər vəsait qənaət olunur ki, bir müəllim deyək ki, bir dəfə qəbula daxil olubdur, alınmayıbdır, ikinci dəfə bir də cəhd eləyir və buna vəsait ödəməli. Bildiyiniz ki, müəllim ən az demək imkanı, təminatı olan kateqoriyaya aid insanlar adəti olurlar. Çünki bu sahədə indi müəyyən repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər istisna olmaqla digərlərinin elə də gəlir səviyyəsi yüksək olmur. Bu bütün dövrlərdə belə olubdur. Və bu müəllimə biz hansısa bir qənaəti bu müəllim üzərindən niyə eləməliyik? Mənim fikrimcə biz müəllimə əksinə dövlət müəllimi axtarmalıdır. Dövlət təhsil məsələsinə yaxşı müəllim üçün imkan yaratmalıdır. Baxın, xarici ölkələrdə bizdə idmançılara da münasibət bəzən belə olur. Xarici ölkələrdə gəzirlər orta məktəbləri. Görürlər kimsə yaxşı üzgüçülük qabiliyyətinə malikdir. Kim ki yaxşı bir idman xüsusiyyətinə futbolçu olmaq istəyir, ona formanı da aparıb verirlər, imkanı da yaradırlar və onlar bu sahədə müəyyən dərəcədə uğur qazanmaq imkanı gələcəkdə əldə edə bilirlər. Bir olimpiya ehtiyatı hazırlayırlar. Və indi baxın, bizdə bir uşağın üzgüçülük hovuzuna getməsi üçün, idman kompleksinə getməsi üçün valideynə nə qədər vəsait tələb olunur. Yəni biz ona görə çox sayda Azərbaycanlıların kifayət qədər potensialı var ki, daha çox sayda idmançı yetişdirsinlər, daha çox sayda bu sahədə uğur qazansınlar. Amma bir çox ailələr imkanı olmadığına görə pullu müəssisələrdə gedib hansısa bir üzgüçülük hovuzuna yaxud da bir idman kompleksinə daxil ola bilmirlər. Ancaq özəl xidmətdən istifadə edən valideynlərin övladları daha çox ayrı-ayrı sahələr üzrə idmançıların yetişməsini təmin edə bilirlər. O baxımdan da biz müəllimlərə də bu kateqoriyadan məncə yanaşmalıyıq və biz yaxşı olar ki, bu məsələ müzakirə olunanda biz onların ümumiyyətlə bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Bu imtahandır, müsabiqədir. Bu girəcək müsabiqəyə bir dəfə, iki dəfə, lap 5 dəfə girsin. Burada böyük bir, hansısa bir prosedurda xərc çoxdursa, o xərci biz azaldaq ki, rahatlıqla biz o yaxşı müəllimi, normal müəllimi stimullaşdıraq ki, məktəbdə dərs deməyə. Özdə burada söhbət ümumi təhsil müəssisəsindən gedir. Məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin, müsabiqədən keçə bilsin. Və əgər bu qanun bu formada qəbul olunacaqsa, heç olmasa kateqoriyanı genişlətməliyik. Məsələn, burada verilir ki, müharibə veteranlarının müharibə veteranlarına şamil olunmur. Müharibə veteranı artıq Qarabağ savaşında 92-ci ildə bunun artıq bir 60 yaşı var. Yaxud da son Qarabağ savaşında bu yaralanıb, heç müəllim də işləyə bilmir, yaxud da hansısa bir səhhəti imkan vermir. Heç olmasa bunun övladına şamil eləmək lazımdır. Yəni, bunun şəhid ailəsinə gözəldir, şamil elədik, qazi ailəsinə. Bu müharibə veteranın ailəsi var da, bunun ailəsinə şamil eləmək lazım. Sonra, məsələn, təqaüdçülərə bu imkanı yaratmaq lazım. Təqaüdçünün övladı varsa, təqaüdçünün artıq başqa gəliri yoxdur. Niyə övladı pulsuz bu müsabiqəyə daxil ola bilməsin? Yəni, təqaüdçülərə mən hər dəfə söyləyirəm, başqa ölkələrdə deyək ki, təqaüdə çıxandan sonra münasibətin fərqli olduğunu, bələdiyyə avtobusundan pulsuz istifadə edirlər. Heç olmasa bu kimi kateqoriyalarda biz təqaüdçülərin də vəziyyətini nəzərə alaraq onların müsabiqəyə pulsuz qatılmasını təmin edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.